Salam, hər vaxtınız xeyir olsun. Mən Fəs Akademi İngilis dili müəllimi Aysel Çələbi. Bugün sizlərlə 9-cu sinif din toplusundan agreement, yəni uzlaşma testlərinin izahına baxacağıq. Birinci sualımızda deməli, the trip to the mountains wonderful. Bilirik ki, mübtədamız əgər ki, gəlib sözünlə birləşməklə ifadə olunursa, biz sözündən əvvələ, yəni to-dan əvvələ baxmalıyıq. Trip tək olduğuna görə mən burada gətir tək xəbər olaraq was qoyarım. Bilməliyik ki, izdir, wasdur, hasdir və indiki sadə zamanda verilmiş fiilin sonunda s və yaxud da es varsa, məsələn, goes, comes, speaks və s. onlar tək xəbərlər hesab edilir. İkinci sualda yenə baxırıq ki, cümləmizdə nə var? Sözünlü birləşmə var, düzdür? To-dan əvvələ baxacağıq. Answer təkdədir, deməli xəbərimiz was olmuş olacaq. Üçüncü sualda baxırıq ki, deməli, ismi birləşmə verilib bizə, iki isim yanaşı gəlib. Zaten burada siz E artiklını da görsəz biləcəksiniz ki, təkdir. İki isim yanaşı gəlir, ikinci ismə baxsaz da görəcəksiniz ki, təkdir. Tək olduğuna görə də mən was-u seçə bilərəm, has-i seçə bilərəm. Will isə həm tək, həm cəm xəbər hesab edilir. Ona görə 2, 3 və 4-ü götürmüş olacam. Dördüncü sualda yenə eyni qaydadadır. Baxıram ki, iki isim yanaşı gəlibdir, deməli disk-isə baxacam. Bu da cəm olduğuna görə were-ü, are götürəcəm. Bir də will, bir də həm tək, həm cəm xəbər olduğuna görə onu da yaza bilərəm. Cavabım olacaq Y variantı. 5-ci suala baxırıq. 6 stockings made in this factory. Yenə iki isim yanaşı gəlib, ikincisi ilə işləyəcəyik. Cəmdədir, deməli arı, will-bini, bir də were götürəcəyik. Cəm xəbərlərimiz bunlardır. Sonra 6-cı suala baxırıq. Əgər mübtədamızda yeriç hallı birləşmə varsa, biz yeriç haldan sonra gələnə baxacağıq. Yəni apostrofla apostrof esi birləşmə olduqda ondan sonra gələn ismə baxırıq. Bu isim də cəm olduğuna görə biz arı və həbbini götürə bilərik. 7-ci sualda yenə eyni qaydada Mark Twain's novels sold in many countries. Baxırıq ki, yenə ismi birləşmədir. Yeriç hal şəkilçisi var, novelsa baxacağıq. Cəm olduğuna görə arı, həbbini götürəcəyik. 8-ə baxırıq. This teacher's method approved by everybody. Burada da baxırıq ki, yenə apostrof var. Ondan sonra gələn method-ə baxmaq lazımdır. Tək olduğuna görə izlə was qoyacağıq. Daha sonra çalışın ki, eyni tipli testlər olanda videonu saxlayıb siz özünüz yazasınız, sonra izaha qulaq asasınız. This actor's performance very interesting. Yenə apostrofdan sonra gələnə baxırıq. Performance təkdədir. Deməli, is və yaxud da was yazacağıq. 2, 4, C variantı. Oflu birləşmə var, sözönlü birləşmə var. Bayaq nə dedik? Sözönlünün əvvələ baxırıq. Copy təkdir, is və was götürəcəyik. Sonra 11-də də bunch of bananas. Yenə ofdan əvvələ baxırıq. Bunch təkdədir. Təkləri götürməliyik. Is, was. 12-də yenə oflu birləşmədir. Several sources-a baxırıq. Cəmdir. Were, are. 13-də ofdan əvvələ baxırıq. List təkdədir. Is, was. 14-də də yenə oflu birləşmədir. Ofdan əvvələ, sözündən əvvələ baxırıq. List təkdədir. Is, was götürüb və will-birini yaza bilərik. 15-də sözönlü birləşməmiz var. Yenə ofdan əvvələ baxırıq. Results cəmdədir. Were götürə bilərik. Bir də will, bir də həm tək, həm cəm olduğuna görə onu da yazmaq mümkündür. 16-da sözönlü birləşməmiz var. Sözöndən əvvələ baxırıq. All the apartments cəmdədir. Are, were. 17-də əndli birləşmədir. Əndli birləşmə əgər dırnaq içərisində verilməyibsə, onda xəbəri cəm olacaq. Diligence and honesty 2 dənə burada isim verilib. Are, were. 1 ilə 4 B variantı. 18-də yenə əndli birləşmədir. 2 isim var. Are ilə were götürəcəyik. Cümləmizdə əgər bir dənə ing-li söz olarsa, yəni mübtədamızda bircə dənə ing-li söz olarsa, xəbər təkdə olur. 2, 3. Oldan sonra cəm isim gəlibsə, xəbər cəm olmalıdır. Are, were, bir də have been. 1, 2, 3. Sözönlü birləşmədir. Sözöndən əvvələ baxırıq. Information təkdədir. Yəni in sözöndür. Sözöndən əvvələ baxırıq. Information təkdədir. Is götürə bilərik. Was götürə bilərik. 2 ilə 5. Deyərsiniz ki, niyə biri götürmürük? Çünki burada feilin 3-cü forması gəlibdir birbaşa. Mən will-dən sonra feilin 1-ci formasını gətirərəm. Bunun yazılması üçün will be olmalıydı. Will be taken olmalıydı. Məchul növdür çünki. 22-yə baxırıq. Yenə sözündən əvvələ baxacağıq. Agreement təkdir. Is götürə bilərik. Was götürə bilərik. Has been götürə bilərik. 3, 4, 5. 23-ə baxırıq. Pies and cakes. That's lovely food. Baxırıq ki, 2 isim var. Əndli birləşmədə are, were, have been.
Sonra 24-cü suala gedirik. Baxırıq ki, cattle həmişə cəmdə olan isimdə malqara deməkdir. Ona görə cəm xəbərləri, yəni are-la were götürmüş olacaq. My friend and his cousin əndli birləşmədə iki ismimiz var. Cəm xəbər, yəni have been. 26-da yenə my sisters and I iki şəxs var burada. Ona görə cəm xəbər yazacağıq. Are-la were. I görüb əmi yazmayın. Çünki burada sizin tək mübtədanız I deyil, my sister də var. Hər ikisinə aid olan xəbər götürmək lazımdır. Ona görə də 1-3-D variantı. 27-də zera özündən sonra ilk gələn isimdən uzlaşır. People cəm olduğuna görə deməli are götürəcəyik, were götürəcəyik, bir də will be götürəcəyik. 1, 2, 4. Sonra 28-də z ilə işlənər cəmlər doesn't işlənməz, has got, has had işlənməz. Çünki onlar tək xəbərlərdə have got yazacaq. V ilə işlənər cəm yenə have got. Baxırıq 30-a of-dan əvvələ period təkdədir, deməli qoymalıyıq is. Will'i niyə qoymaq? Çünki will'dən sonra feili gəlməlidir. Burada educate isə nədir? 10 illik deməkdir, isimdə olmaz. 31-ə baxırıq. The number-ın xəbəri olur tək. Ona görə biz yazmalıyıq has risen. Oldan sonra cəm isim gəlsə xəbərimiz olacaq cəm. Are-la were, yəni D variantı. 33-cü suala baxırıq. His songs cəmdədir. Cəmdə olduğuna görə were qoya bilərik, are qoya bilərik. 1, 4, B variantı. 34-də baxırıq yenə oflu birləşmədə. Ofdan əvvələ novels cəmdə olduğuna görə were-lə are götürəcəyik. 35-də bosun xəbəri cəmdə olur zaten. Ona görə are yazmaq lazımdır. Digərləri tək xəbərlərdir. 36-da Pierce cəmdir. Cəm olduğuna görə, yəni onun yoldaşlarından söhbət gedir, yaşıdlarından söhbət gedir. Cəm olduğuna görə qoymaq lazımdır are. 37-də students cəm isimdir. Cəm isim olduğuna götürə bilərik are. Niyə yeni götürmür? Çünki dediyim kimi will'dən sonra feilin birinci forması gəlir. Amma burada encourage üçün idili forma gəlib. Deməli, biz burada will'i qoya bilmərik. Deməli, bu məchul növdür ki, şagirdlər yaradıcı düşünməyə həvəsləndirirdilər. Ya müəllimlər tərəfindən ola bilər, ya digər insanlar tərəfindən ola bilər. 38-də yenə children-da cəmdir, götürəcəyik are. 39-da baxırıq ki, apostroflu birləşmə verib diş isə baxmaq lazımdır. Cəm olduğuna görə are-la were götürəcəyik. Və 40-cı sualda da yenə eyni qayda. Baxırıq ki, Sarah's cakes very delicious. Burada Sara'nın tortlarından söhbət gedir. Tortları cəmdir, deməli 2 və 4-ü götürmüş olacaq. Ümid edirəm bu qısa izah sizin üçün faydalı oldu. Növbəti videolarda çalışacağım ki, ardında izah edim sizin üçün. Hələlik özünüzə yaxşı baxın.